Evlərin çıxarışı olmadığına görə qaz sayğacları quraşdırılmır. İmişlinin Kürd Mahmudlu kəndi təbii qazla təmin olunsa da, həmin yaşayış məntəqəsinin bir hissəsi bu yanacaqdan istifadə edə bilmir. Mənzillərin girişinə qədər qaz xətləri çəkilsə də, bir çoxu qazla təmin edilməyib. Sakinlər deyirlər ki, bunun səbəbi onlara məxsus mənzillərin çıxarışının olmamasıdır. Qazı gətirib, çəkib qapımıza, bu gün o qazdan istifadə eləməyə, qaza qoşmağa, həyətimizə, ailəmizi qazla, evimizi qazla təmin eləməyə imkanımız yoxdur. Kupça yoxdur, deyil, bəli, bizə qaz çəkilmir. Kupça ilə bağlı qazı çəkmirlər, kupça da düzəlməsi mümkün deyil, yəni. Bir sotu 1000 manata yaxın pul, yəni dövlət rüsumu istənilir, yəni ona görə də mümkün deyil bu, torpaq sahəsində sənəd düzəltmək. Bütün insanları, yəni təkcə bizim kənddə, qonşu Xəlfəli kəndində də belə problem var. Əhalinin demək olar ki, bizim kəndin 90%-i bu problemdən əziyyət çəkir. Belediyə müraciət elədim ki, yəni mənim adımda bir sot torpaq yoxdur. Qaynanam məsələn 15 sot torpaq verib, orada özümə bir damqa tikmişəm. İstəğa gün mən belediyə müraciət elədim ki, mənim bu qaz sənədlərimi düzəldək. Bələdiyyə deyir ki, ən azı 500 manat. Elə bil ki, o bələdiyyə torpağına 2 sot şəhər torpaq oradan ayıraq, 2 sota 1000 manat pul verməsən, əlavə hər birinə 400 manat elə bir xərc çəkməsən, 1800 manat. Mən xərc çəkmələm. Məsələ ilə bağlı kənd bələdiyyəsinin sədri Qədim Əhmədov Xəzər xəbərə bildirdi ki, 1996-cı ildə torpaq islahatı zamanı bəzi sakinlərin torpaq sahələri təsərrüfat başına uçot kitabında 12 sot əvəzinə 20 sot kimi adlarına qeyd edilib. Lakin əlavə həyətyanı kimi istifadə etdikləri torpaq sahələri onların mülkiyyətində olmayıb. Həmin torpaq sahələrində sonradan evlər tikilib və ora bələdiyyə torpağıdır. Bələdiyyə torpağının sənədləşdirilməsi alqı-satqı qaydasında aparılmalı və vətəndaşın mülkiyyətinə çıxarış verilməlidir. Ondan sonra qaz və işıq sistemləri çəkilə bilər. Bu barədə vətəndaşlarla ətraflı söhbət aparılıb, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında mövcud qanunvericiliyin tələbləri onlara izah olunub. Qeyd edilən məsələ ilə bağlı da sakinlər kənd bələdiyyəsinə heç bir rəsmi müraciət etməyiblər. Elməddin İsmailov, Aytən Fehruz, Xəzər xəbər.